Salam dostlar, bugün sizlərlə dadı damağınızda qalacaq bir resept paylaşıram. İlk öncə listimizə ədviyyatı, duru yağı, qatığı, sarımsağı, sirkə, limon, tomat pastası və biber pastası əlavə edib yaxşıca qarışdırırıq. Hazırladığımız sosumuza toyuğun file hissəsini, renkli biberləri, çeri pomidorları, kartofu, soğanı əlavə edib tərəvəzlər və toyuqlar sosla tam birləşənə qədər harmanlayırıq. Üzerini yağlı kağızla örtüb sobaya göndərdik. Sobadan çıxan ətri gərək özünüz hiss edəsiniz. Üzərindən yağlı kağızı götürüb 10-15 dəqiqədə açıq şəkildə qızardırıb. Hazırlayan hər kəsə nuş olsun. Videomu bəyəndinsə kanalıma abunə olmağı və bəyənməyi unutma.